Hı hı. İndi deməli git branch elədik. Git branchı belə də yarada bilərik. Gəlin. Əvvəlcə bunda dəyişiklik eləyək. Deməli, new branch 1. Baxaq nəyimiz var burada. Baxırıq təmizdir. Nə edirik? Deməli, task tutaq ki 5-ə mən nə salam eləyirəm. Clone 5. Bir dənə də nə edirəm? Təzə bir fayl yaradıram. Class out deyək buna. Hatta HTML. Buna da yazılan hello 6. Söyleyeyim. Bakın bir task 5'te değişikliği oldu. Bir de task 6 əlavə olundu. İndi nə edirəm? Git add eləyirəm. Əlavə olundu ikisi də. Yəni task 5'te dəyişikliyi olundu. Task 6'da əlavə olundu. İndi nə edirəm? Bir kalır. Şimdi gəlirəm böyle bir şey eləyirəm. Git check out master. Hansı ki gəlin belə eləyək. Git branch eləyək. Baxırıq burada nə, hansı branchlarım var bunlar və buradakı ulduz hazırda olduğum branchı göstərir. Yəni mən bu branchdayım və burada da qeyd olunur. Deməli ki, checkout master branchına keçirim. Baxın, nə gördük burada? 5-cidə heç nə yoxdur, 6-cıda silindi. Niyə? Çünki mən master branchına keçdim. Master branchında bu branchda olunanlar yoxdur. Aydındır? Amma niyə bu branchda məsələn onlar var idi? Çünki mən masterdaydım və bu branchı yaratdım. Bir növ branch həmin işlədiyim yerin kopyasıdır ki, mən bu masterdaydım, burada olanın kopyasını yaratdım burada. Amma burada yaratdığım artıq burada yoxdur. Başa düşdünüz? Mən bir sual verim Qaribova xanım. Aha, buyurun. Bunları yaratdıq və o 6-5 yarandı. Biz onu fayl, qovluq olaraq hardan necə görə bilərik? O hara düşübdür? Məsəl üçün burada 6 silindi. Biz çöldə gedib Aha, 6-nı hansı papkada tapa bilərik? çöldə deyərkən. Windowsda, yəni fayllar bölməsində, papkalar hissəsində. Buranı nəzərdə tutursuz. Bəli, bəli. Burada indi 6 hardadır məsəl üçün? 6-nı siz yaddaşa vermişdiniz də, burada da yoxdur. Aha, çünki o digər branchdaxı. O branch indi bəs belə fayl kimi harda yerləşir? O branch belə fayl kimi yerləşmir o branch. Bizim elə bil ki, necə deyim, burada gördüyümüz işlərdir. Tutaq ki, biz onu branch yazaraq həmin brancha keçərək mən ancaq bunu məsələn terminalda görürəm və yaxud da mən onu tutaq ki, deyirəm, indi o hissəni göstərəcəm. GitLab-a göndərdim. GitLab-da bir neçə dənə belə alt-alta branchlar var. Oradan keçərək məsələn baxa bilirəm koduma. Amma burada belə faylı görmək olmur. Çünki fayl olaraq mən baxdım 5 var, burada 6 yoxa çıxdı. İndi mən fayl olaraq gedib məsələn 6-nı axtarsam, o olmayacaq onda konteyner yaddaşında belə çıxır. Yox, yox. O çünki Və bu branşdayıq biz. olması üçün nə edə bilirik? Olması üçün bu branşları birləşdirmək olar. Bundan elə bil ki, bu branşı master branşına birləşdirə bilərik. Onsuz da bizdə branş dediyimiz ayrı-ayrı branşlar qalmamalıdır. Branşı məsələn yaratdıqsa, o elə bil ki, master branşın əsas branşı birləşdirilməlidir. Yəni yaradıb kənarda saxlamamalıyıq. Sonda bir nəsə əməliyyat eləməliyik. Yəni yaratmışıqsa deməli bir məqsədimiz var ki, bu bizə lazımdır. Və onu da sonda masterə birləşdirmək lazımdır.
İndi o master'ı birləşdirmə hissəsini eləyəcəyik. İndi belə bir şey eləyirəm. Tutaq ki, bundan da bir dənəsini yaradıram. Bir başqa branchda yaradıram. İndi orada göstərəcəm ki, branchların fərqi nədir. Tutaq ki, yaradaq 7. HTML. Belə də yarada bilərəm. Gəlin o birisini göstərmişəm. Bunu da göstərim. Git branch. Məsələn, branch yaradıram. New branch. Branchlarıma baxsam 3 dənə artıq branchım var. İndi nə edirəm? Git. Baxın, mən branchı yaratdım, amma o branchı keçmədim. Hal-hazırda hələ də masterdayım. Amma digər komand yazanda həm yaradırdı branchı, həm də həmin o yaranan təzə brancha keçirdi. İndi bəs bunu necə keçid edə bilərəm? Git checkout bu branch. Artıq o branch'dayım. Yani bunu iki komandla deneyebilirsiniz. Çünkü branch yaratıp sonra nəsə eləyib tutaq ki, sonra da keçə bilərsiniz həmin brancha. Bir dəfəyə git checkout trap'i brancha da yazmaqla da yaradaraq keçə bilərsiniz. Deməli, nə edirik burada? Keçdim bu brancha. Nə edirəm? Yaradıram bir dənə fayl. Tutaq ki, 8. Dəfə sonra. İzlənilməyən 3 dənə faylım var. Bəs Git biz run 7-ni eləyirəm. Aha. biz 7-ni masterda yaratdıq, amma təzə yaratdığımız branşa keçəndə 7 burada qaldı, amma Aha. bayaq qalmışdı. Hə, niyə? Çünki burada dediyim kimi Əldə eləməmişdiniz master'daydım. bunu. Ha, bəli, Yox, yox. masterda yaratmışdınız Aha, 7-ni. master'daydım mən. Master'da olanın kopyasını yaradıram. Elə bil ki, New Branch 2 onun kopyasıdır. Bayaq lap başda da mən bir dənə bu branch yaratmışdım ha. Bunu yaradarkən bunun içində də mənim əvvəlki 5 dənə faylım var idi. Niyə? Hə, Çünki qalmış. master'ın kopyası idi onlar. Amma mən sonradan nə etmişdim? New Branch 1-də yeni fayl əlavə eləmişdim. Sonra master'a keçəndə görmüşdüm o yoxdur. Çünki master'dan yaranıb bu. Bundan master yaranmayıb. Bildiniz necə? Sonradan mən bunu Bildim. merge edə bilərəm master'a. Amma kopya yaranarkən master'dan yaranmışdı. İndi yenə o vəziyyətdir. Mən bir dəqiqə, mən master'daydım və bu branch'ı yaratdım. Ona görə də onun kopyası yarandı. Git start. Artıq bunlar əlavə olunur. Commit. Edit. Hit. Stop. Branch'ın. Baxın, artıq ondan silindi. Niyə? Çünki o köhnədə qalmışdı. Və 6. Görürsünüz, 6 o birisində yox idi. Niyə? Çünki 6 master'a birləşdirilməmişdi. Bu da master'dan yarandığı üçün bunda da yox idi. Ha, başa düşdüm, aydın. Hı -hı. İndi nə edirik? İndi gəlin belə eləyək.
Çakal, master edirik. Branşların fərqinə baxaq ki, nədir bu branşlarda fərq? Bu bilirsiniz əsasən nəyə görə lazımdır? Məsələn, tutaq ki, diffi yazım, gəlin elə deyim. Yazandan sonra deyim ki, diff, oy, master. Gəlin bunu yazaq elə. Ctrl+C. Baxın, bu nə edir? Bu iki branş arasındakı fərqləri göstərir. Tutaq ki, proyekti production-a çıxarmışıq, sonra update eləmək istəyirik. Elə bil ki, proyektə update gəlir, düzdür? Və gəlirəm mən update üçün hər hansı bir, məsələn deyirəm, bir dəqiqə burada, tutaq ki, deyirəm, mənim bu səhifəm var idi. Burada iki dənə button var idi. Sonradan elə oldu ki, bu production çıxdı, düzdür? Sonradan elə oldu ki, mənə dedilər ki, buna update gəlib, bunu eləməlisən, düzdür? Sonra mən keçirəm, yeni bir branch yaradıram. Bu dəfə bu buttonlar tutaq ki, belə düzülmüşdü. Mənə deyildi ki, elə düzülməsin, update gəlsin, belə düzülsün. Mən branch yaratdım və bunu elədim. Bunu tutaq ki, mən eləyərkən, bir dəqiqə burada. Hə, tutaq ki, belə eləmək lazım idi. Məndə dizayn belə idi, amma mən eləmişəm belə. Tutaq ki, bunu səhv eləmişəm. Və yəni bu belə xırda bir şeylər deyil də. Yəni verilən taskdan asılı olaraq qarşı olur, nə olur? Bunu tapmaq, yəni indi bu sadə halda bildik ki, tutaq ki, buradan sonra bunu elədik də. Amma ola bilər ki, mən bunu eləmişəm və səhv eləmişəm. İndi deyirəm ki, heç olmasa qayıdım köhnəsinə, köhnəsinin üzərində tezdən onu düzəldim də, tutaq ki. Bu idi, tutaq ki, bunun üstündə nəsə çəkilmişdi. Mən gəlmişdim, bunu çəkmişdim, nəsə bir səhv eləmişdim. Qayıdıram ki, bunun artıq üstündə bu var. Mənə deyilmişdi ki, tutaq ki, başqa bir bu hissəsinə də nəsə qoy. Ona görə mən bu səhvimdən qayıtmalıyam buna. Burada məsələn bunun üstündən bu xətti çəkməliyəm. Bunu da bilmək üçün ki, məsələn belə idi və bu hala gəlib, mən buna baxmalıyam. Necə baxıram? Onu git difflə baxıram. Hansı ki, məsələn, iki dənə və yaxud neçə dənəsə branchım var. Həmin bu, yəni olan branchla, yəni bu artıq production-a çıxıb deyə deməli master branchdır. Bu branchıma baxıram, bir də bu branchımı yazıram, bunların fərqinə baxıram. Hansı halda idi və mən hansı hala gətirmişəm bunu? Səhv nəyə eləmişəm? Tutaq ki, baxın, burada olunan hər bir əməliyyat qeyd olunub. Tutaq ki, mən bura Hello 5-i əlavə eləmişəm. Baxın, Hello 5-i əlavə eləmişəm. Amma burada Hello 6-nı əlavə eləmişəm. Görürsünüz bunların fərqini? Burada qeyd olunur. İndi gəlin o birisinin tutaq ki, fərqinə baxaq. Git div div bir dəqiqə branch yazım, yuxarı getdim. Baxın, məsələn, bayaqları loqu dedim ha. Bunun üçün dedim ki, məsələn, tapmaq belə çətin olur. Bu qədər, məsələn, nəsə command falan yazılıb. Ondan sonra git log, tire one line yazsaz, bir sətirdə yazır. İndi yazırıq git branch. Çıxdı branchlar. Git div. Div. Baxın, burada da göstərir. Nə göstərir? Hello 7 əlavə olunub. Bunlar isə ondan çıxarılıb elə bil. İndi nə edirik? Buradan çıxmaq üçün də Q-ni basırıq. Q-ni basırıq, çıxır. Burada nəsə aydın olmayan bir şey qaldı. Bunu clear edeyim. Bu branşlarla bağlı nəsə sizə aydın olmayan bir hissə var hələ ki.
Səsim gəlir. Səssiz gəlir, bəli. Aydın olmayan nəsə hissə var. Yox, mən prosta bayaqki sual yenə maraqlıdır. Biz məsəl üçün Brans Masterdən bir dənə Brans 1-i yaratdıq və Brans 1-də olan fayllar bizə elə belə deyim də gördüyümüz işlər. Bizdə çöldə Hı fayl hı. olaraq lazım olsa, onu biz demək master'a birləşdiririk və elə görə bilirik. Onu düz başa düşdüm. Çöldə deyil. Əslində o elədiyimiz dəyişikliklər bizim hamısı nöqtə gitdədir. Siz məsələn bayıra çıxarmaq deyərkən nəyi nəzərdə tutursunuz? Normalda belə bayıra çıxarmaq düzgün deyil. İndi keçəcəyimiz məsələn remote servislər nədir? Onlar elə bil ki, GitLab'dır, GitHub'dır filan, onlar bu işə yarayır. Yəni oradan götürməliyik. Belə durub məsələn new project'in içindən tutaq ki, nəyisə götürmək heç də düzgün bir şey deyil. Yəni niyə Yəni bizə götürmək istəyirsiniz? ehtiyac olmur da, hə, yəni. Yox, yox, ehtiyac olmur. Elə bil ki, onlayn da elə o serverimiz var, hansı ki GitLab, GitHub. Onlar nə işə yarayır tutaq ki, əm, indi gələcəm o hissə istəmirəm indidən keçim. Yəni orada məsələn branchlarım olur, yəni göstərəcəm də o branchlar arasında məsələn keçid eləyə bilirəm. Əslində orada da çox branch yaratmaq heç də düzgün bir şey deyil. Tutaq ki, məndən əvvəl olan burada developer var idi. İndi o proyektləri məsələn açıb baxanda tutaq ki, 7 dənə, 8 dənə branch saxlayıb. Yəni indi onun sonuncu variantının hansının olduğunu tapmaqda çətinlik çəkilir. Və yaxud da onlar tutaq ki, ayrı-ayrı yaradılıb, niyə o vəziyyətdə qalıb? Yəni əlbəttə ki, bu tutaq ki, proqramın son bir vəziyyəti var da, production-a çıxan vəziyyəti var. Əgər o varsa, o master'a niyə birləşdirilməyib, ayrı-ayrı branchlarda qalıb? Yəni bu heç də branchları elə saxlamaq heç də düzgün bir şey deyil. Ya həmin branch silinməlidir, ya da master branchına birləşdirilməlidir. Başa düşdüm. Hı hı. İndi neyniyək? Getdik. Tutaq ki, mən nə edirəm indi? Merge eləmək olar. Git merge eləyək. Tutaq ki, hmm, bunlardan bunu birləşdirək. Baxın, master'da artıq 6 da var. Niyə? Çünki mən bunu artıq master'a birləşdirdim. Bu lokal daxilində branchların elə bil ki, birləşdirilməsidir. Master özü də bir branchdır bu arada. İndi burada master qeyd olunub. Məsələn, GitLab üzərində indi göstərəcəm. O branchları dəyişmək də olur orada ki, default hansı branch seçməlisən. Bura kiminləsə sual var? Xeyr, mən sualım. Aha. Yoxdursa onda keçək GitLab-a. Deməli, GitLab və yaxud da GitHub nədir? Bizim yaratdığımız bu repozitoriləri hansısa bir onlayn serverdə saxlamamıza kömək edən bir servisdir. Aydındır? Yəni mən məsələn burada add elədim staging araya düşdü, commit elədim lokal bazama düşdü. Mən indi bu lokal bazadakı olan belə deyək də datamı istəyirəm ki, hansısa onlayn serverə qoyum. Niyə qoyum? Çünki e, bu ümumi bir dəqiqə bunu sileyim. Burada tutaq ki, bir dənə ay, əyri. Burada bir dənə onlayn serverim var və bizdə bir neçə dənə serverimiz var. Hansı ki, kompüterlərimiz var.
Məsələn, burada işləyib Rəhman, Murad və İsmayıl. Neyniyir? Bunlar hamısı ümumi bir yerdə kodlarını toplaşdırır. Bura yığılır onlayn serverə. Sonra lazım olanda e, buradan götürürsünüz. Məsələn, tutaq ki, deyirəm İsmail kodunu qoydu bura. Buradan okey aldı. Onda bu son vəziyyətisə Murad təzədən həmin Muradın da əlində bir vəziyyəti vardı. Tutaq ki, proyektin hansı ki özü nəsə dəyişiklik eləyib. O da özünkini bura göndərir. Sonra lazım olanda həm artıq İsmailin kodu olmuş olur burada, həm öz kodu olmuş olur. Onu tezdən özünə götürür. Aydındır? Məsələn, bu təkcə developerlər üçün yox. Məsələn, iş mühitində tutaq ki, belədir. Yəni dediyim kimi hər biriniz işləmisiniz, göndərmisiniz, sonra lazım olanda tutaq ki, həmin koda nəsə dəyişiklik eləmək istəyirsiniz. İsmail bura kodunu göndərib, e, burada task verilib ki, İsmailin işlədiyi nəticədə hissədə nəsə yanlışlıq var. Və tutaq ki, bunu bacarmayacaq və yaxud əlində başqa bir taskı var. Ona görə Murad sən götür, tutaq ki, bunu üzərində nəsə dəyişiklik elə. Onu düzəlt. Murad da buradan həmin proyektin son halını götürür özünə, yeni bir branch yaradır. Həmin branchda başlayır onu düzəltməyə. Sonra yenidən onu göndərir serverə. Nəsə aydın olmayan hissə var hələ ki burada. Yəni bu onlayn serverlərdən biri məsələn GitHub-dır. GitLab-da ən çox bunlar istifadə olunur iş mühitində. Biz də yəni onlardan istifadə edəcəyik elə. Aydındır mı? Yəni bu nə işə yarayır, başa düşdünüzmü? Hansı ki GitLab, Bəli, bəli. GitHub. Aha. Deməli indi nə edeyik? Silirik. Sizin accountlarınız var, GitLab accountu. Yox, məndə yox. Əvvəldən yaratmamışdınız, hə? Tamam, sign in ola bilərsiniz. Çox vaxtınızı almayacaq onsuz da. Nə etmək lazımdır Ünal xanım? GitLab-a bir dəqiqə mən belə paylaşım. Tekrar GitLab. Bu GitHub Lab daha məşhurdur, yoxsa GitHub daha məşhur? O əslində məşhurluq baxımından deyil, iş mühitindən asılıdır. Tutaq ki, bir iş yerinə gedərsiniz, GitHub istifadə eləyər. Bir iş mühitinə gedərsiniz, orada GitLab istifadə eləyər. Yəni bu dəyişən bir şeydir. Amma belə remote falan daha çox GitLab istifadə olunur. Eee LinkedIn-də falan da bu CV paylaşımların çox hissəsində GitHub profillərini görmüşdüm. Yəni GitLab demək olar ki, çox nadir insanlarda görmüşəm. Yo, yo. İkisi də çox istifadə olunur. Məsələn, biz indi GitLab-dan istifadə edirik. Dediyim kimi, elə yəni tanışlarım var, hətta elə məsələn, Əvəz bəy filan, o da GitLab üzərindən məsələn, remote işlərində GitLab üzərindən işləyiblər. Yəni belə şirkətdən, mühitdən asılı olaraq dəyişən bir şeydir. Biz amma indi GitLab üzərindən işləyəcəyik. Yəni ikisində də eynidir. Sadəcə UI fərqləri var. Yəni ikisinin də məqsədi eynidir. İkisində də eyni komandalardır. Sadəcə dediyim kimi UI-lar fərqlidir. Tutaq ki, burada proyekt, new project, create new project-i burada yazıb, o birisində tutaq ki, burada yazıb. Belə kimi fərqləri var, yəni. İndi sizlə zəhmət olmasa GitLab-a sign in olun. Sign in olmamışsa yəqin ki, onda sign up olun. Çünki akkauntunuz yoxdur, dediniz. gitlab.com
Hə, Sınava daxil oldum. Orada hətta GitHub hesabı ilə də qeydiyyatdan keçmək olur. Aha. Ekran paylaşmaq ehtiyac var yoxsa? Belə sign up olursa ehtiyac yoxdur əslində. Sadəcə mənə elə baxın, məndəki açılan UI açılsa, sizdə indi hər halda proyekt yoxdur, təbii ki. Yəni açılsa bura kifayətdir. Onun üzü qeydiyyatdan keçdim. Hı hı. Ha, bir dənə kod istəyir. Elektron kodlama kodu. Yoxsa çətinliyiniz var, yoxsa sign up ola bilirsiniz? Mən daxil oldum. Burada rol zadı istəyir. Select role. Mən nə seçim? Paylaşa Burada bilərsiniz. software. Select Row. Aha. Paylaşın, onda zəhmət olmaz. Ha, software DevOps paylaşma. Hı hı. Görürsüz. Yox, bir dəqiqə, mən deyəsən multiple qoymamışam. Hə, multiple-dur. Bir dənə zəhmət olmasa yenidən paylaşın. Hı hı. Software developer. Hansını software developer qoya bilərsiniz və yaxud da indi aşağıda nəsə var, yoxsa bitdi. Azər var. Bunun yəni o qədər önəmi yoxdur. Elə software developer qoya bilərsiniz və yaxud da adını qoya bilərsiniz. Burada məqsədinizi soruşur. Başa bilirsiniz də yəni nə yazılıbsa demək ehtiyac Bəli, yoxdur ki. bəli. My Hı hı. kod yazıram. Bunlar yəqin ki, sonradan onsuz da dəyişilmək olar da. Bunlar aslında sonradan lazım olmayacaq, hər dəfə gəlməyəcək yəni. Just me yazmayan, my company or team yazsaydınız daha yaxşı idi aslında. Hı hı. Great. Oradan falan heç birimiz işlətmiyor. Page Birini to seçin. custom. Hı hı. Murad elədi. İsmail Rəhman sizdən çətinliyi var. Xeyr mən. Hı hı. Sign up olabildinizsə düzün. Deməli, indi biz burada nə edəcəyik? New project eləyirəm. Qaydaq sizin Hə. paylaş. Necə? Görmürsünüz paylaşımı? Aha, indi gördüm. Aha. Create blank project yaradıram. Qısanı qoyuram. Social mola. Gerçəkdə biz project. Bu proyektləri bir yaradıram ki, sonra bundan sizə maillərinizi göndərəcəksiniz. Sizi mən qəbul eləyəcəm. Yəni bu proyekti qoşacağam sizə ki, işləyə biləsiniz üzərində. Social Mall Project. Seçeceğim. Tutaq Mobil App Store. Burada nə etmək olur? Deməli, proyektin adını yazıram.
Bura linkdən sonra nəsə lazımsa tutaq ki, username-mi yazdım. Burada proyektin adıdır. Sonra burada nə var? Burada nədir? Mən bunu nə məqsədlə istifadə edirəm, elə bil odur. Mən də deyirəm ki, App Store-da paylaşmaq üçün bir növ. Və burada üç dənə hal var, hansı ki burada private var. Private odur ki, yəni yalnız mən görə bilərəm. Mən məsələn test məqsədi üçün filan yaradılan proyektləri private-la yaratmağınız daha doğrudur. Niyə? Çünki public qoysaz bunu, tutaq ki, indi siz LinkedIn-dən filan bu akkauntunuzu paylaşacaqsınız da, orada kimsə girdi, baxdı, görəcək ki, məsələn, tutaq ki, deyirəm, bu nə koddur işlənilib. Hansı ki siz onu test məqsədi ilə qoymusunuz GitLab-a, düzdür? Ona görə də private eləməyiniz daha düzgündür. Və yaxud da mən istəyirəm ki, mənim proyektim yaxşıdır, amma şirkət daxilində olan proyektdir və bunu bilirsiniz də hər halda ki, məsələn mən GitLab-a qoysam, tutaq ki, deyirəm bunu public qoysam, İsmail gəlib bu proyekti burdan götürə bilər, public qoysam. Amma mən istəyirəm ki, bu şirkət daxilində olan proyektdir və bunu İsmail götürə bilməsin. Ona görə mən bunu private qoyuram ki, yalnız özüm görüm. Amma ki, özüm görməklə də deyil. Məsələn, tutaq ki, iş mühitində neçəsi nəfər görməlidir, həmin neçəsi developer görməlidir həmin proyekti. Ona görə mən bunu private eləyəndən sonra həmin developerlərə access verirəm oradan. Access verirəm ki, onlar da həmin proyekti götürə bilsinlər. Burada bir dənə biz readme faylımız var. Readme faylı nə işə yarayır? Bunu indi də yaratmaq olar. Yaratmaq istəsək bunu qoyuruq. İndi yaratmaq istəməsək də sonra orada bizə deyir ki, readme faylını yarat, onu da oradan yaradırıq. Yaratmarıq, sonra ehtiyac olarsa oradan yaradarıq. Nəyə işə yarayır bu readme faylı? Deməli, məsələn deyirəm, İsmail tutaq ki, girib bizim elə proyektə baxmaq istəyir. Mən public qoymuşam, girir bizim proyektə baxır. Görür ki, oradan nəsə başa düşmür ki, bu proyekt tutaq ki, nə ilə əlaqədardır. Mən ora bir növ indi göstərəcəm sizə o nümunələri. Sadəcə indi deyim, sonra nümunə üzərindən göstərəcəm. Deməli, məsələn, həmin proyekt nə işə yarayırsa bilmir. Bir də onu klon eləməlidir. İndi klon da nə anlama gəlir qeyd eləyəcəm. Yəni götürməlidir bir növ belə deyək də. Klon eləməli, götürməlidir həmin proyekti özünə. Sonra onu işləyə vəziyyətə salmalıdır. Ondan sonra başa düşəcək ki, bu proyekt bu işə yarayır. Amma readme faylına o nəsə qeyd eləsə, readme faylında bir çox əməliyyatlar etmək olur. Belə deyim də, məsələn, proyektin adını yaza bilirsiniz. Proyekt nə işə yarayır, kimlər istifadə eləyə bilər və yaxud da məsələn, skrinlərinizi paylaşsanız çox yaxşı olar ki, məsələn, bu proyektdə tutaq ki, deyirəm, onboarding hissəsində 5 dənə bu page-im var. Məsələn, onboardingdəki o 5 dənə page-dən birincisi main page-dir, ikincisi tutaq ki, splash page-dir və yaxud da və sair də belə. Hər page məsələn göstərsə, sonra həmin tutaq ki, proyektdə təkcə siz yox, bəlkə kimsə işləyibsə, həmin işləyən komanda yoldaşınızın akkauntunu da, yəni username-ini də ora qeyd edirsiniz ki, həmçinin bu bilirsiniz necə işinizə yaraya bilər. Düşünə bilərsiniz ki, proyektdə tutaq ki, kimləsə işləmişəm, tək öz adımı yazım. Bu heç də yaxşı bir şey deyil. Niyə? Həm yəni normal olaraq bu düzgün bir şey deyil, həm də ki, əslində əksinə sizin kiminsə adını təbii ki, bu doğrudursa da, yəni kimsə işləyibsə, adını yazmağınız daha yaxşıdır. Çünki baxan biri görür ki, siz məsələn kodda komandanın işləmək bacarığına da sahibsiz. Yəni təkcə siz elə bilərsiniz ki, məsələn ki, tutaq ki, tək işlədim, hə, bu daha rahatdır. Amma komanda yoldaşla işləmək yəni kimisə onu görməsi ki, siz məsələn komanda yoldaşına işləmisiniz, bu daha yaxşıdır. Çünki komanda yoldaşına işləmək daha çətin bir vəziyyətdir. Çox məsələn öz koduna dəyişiklik eləmək, sonra onu bilirsən ki, tutaq ki, burada bunu əlavə eləmisən, onu eləmisən, öz kodunda necə deyim, bir növ hərəkət eləmək daha rahatdır, nəinki komanda yoldaşına.
Ona görə də onlar qeyd olunsa və yaxud sonra orada nəyi qeyd edə bilərsiniz? Sonda lisenziya falan söhbətlər də var. İndi hələ ki lisenziyaya girməyək. Dediyim kimi o hissələri əlavə eləsəz, əslində kifayətdir və bunları da nümunə üzərindən indi sizə göstərirəm ki, məsələn, proyektlərdə hansı ritm hissəsində nə var? Proyekt haqqında bir növ məlumatdır. Buradan indi create project eləyək. Nəsə aydın olmayan bir hissə var, ritmi və yaxud da başqa bir şey. İşləyirsiniz? Yox, qaranlıq falan bir şey yox. Olsa lap yazıb soruşaram. Bir dənə vaxtınız varsa Aha, o təzə sizdə orada təzə proyektdə harda yarandığınızı mən həmin hissəni görmədim. Yəni göstərə bilərsiniz. aha, bir dəqiqə. Proyekt. Mən buradan yaradım. Baxın.